Salam dostlar, hamınızı xoş gördük. Deməli, məntiq elminə dair biz klassik məntiqə dair iradları müzakirə edirdik. Bugün yenə İbn Teymiyənin klassik məntiqə dair bir başqa iradını müzakirə edəcəyik. Burada deməli səhifə 80-də Ər-Radd aləl-Məntiqiyyin məntiqçilərə rəddiyə kitabında İbn Teymiyyə təriflə əlaqəli maraqlı bir irad bildirir. Tərif ümumiyyətlə bildiyiniz kimi məntiq oxuyanlar, klassik məntiq oxuyanlar bilirlər. Tərif klassik məntiqin əsas bölümlərindən biridir və burada biz nəsnələrə, əşyalara necə tərif verməliyik, tərifin qaydaları nədir, şərtləri nədir, hansı növləri var, bu mövzunu araşdırırıq. Çünki biz əqli mühakimə yürüdərkən, hansısa bir məsələ barədə fikir bildirərkən, onun barəsində müəyyən bir qənaətə gələrkən, hökm çıxararkən, burada biz əvvəlcə nə etməliyik? Həmin şeyi tanımalıyıq, həmin şey barəsində düzgün məlumata sahib olmalıyıq ki, mövzu nədən gedir onu düzgün bilək və həmin mövzu barədə düzgün nəticəyə gələk. Və bunun üçün bizim nəyə ehtiyacımız var? Tərif bəhsinə ehtiyacımız var. Çünki tərif bəhsi bizə kömək edir ki, biz əşyaları düzgün tanıyaq, onlara düzgün tərif verək və bunun vasitəsilə bizdə həmin əşyalar barədə, həmin şeylər barədə düzgün təsəvvür formalaşsın. Ona görə məntiq elmində tərif önəmlidir. Və təbii ki, tərifin növləri, şərtləri, qismləri bu hamısı kitablarda var. Mən məntiq dərslərində də qeyd etmişəm. İstəyənlər YouTube kanalımdan onu izləyə bilərlər. Xülasə, burada İbn Teymiyənin bu məsələyə iradı nədir, ona baxaq. Deməli, mən əvvəlcə xülasələşdim, sonra mətni oxuyarıq. Burada İbn Teymiyyə təriflə əlaqəli bir neçə irad bildirir. Əl-Vaşu-Thəlis, üçüncü iradı bundan ibarətdir ki, biz bir şeyə tərif verərkən burada bir problemlə üzləşirik. O problem nədir? Baxın dostlar, deyək ki, təsəvvür edin, biz A adlı nəsnəyə tərif vermək istəyirik. Tərif nə deməkdir? Tərif yəni həmin şeyin mahiyyətinin izahı. Biz bir şeyə tərif verərkən həmin şeyin mahiyyətini izah edirik. Məsələn, insan nədir deyəndə deyirik ki, insan düşünən canlıdır. Bu düşünən canlı cümləsi tərifdir və burada nə yerləşir? İnsanın mahiyyəti, insanın həqiqətini təşkil edən elementlər yerləşir. Canlılıq bu nədir? İnsanın əsas mahiyyətlərindən biridir. Digər bir hissəsi isə düşünməkdir. Ona görə deyirik, insan düşünən canlıdır. İbn Teymiyyə deyir ki, burada bir qarma-qarışıqlıq var. Burada bir sanki qapalı dairə problemi var. O nədir? Mən insanı tanımaq üçün, çünki tərifin hədəfi nədir? Biz bir əşyaya niyə tərif veririk? Məqsəd nədir? Tərif veririk ki, o şeyi düzgün tanıyaq. Yəni, tərif bizə kömək edir ki, biz o şeyi tanıyaq. İbn Teymiyyə deyir ki, baxın, siz, məsələn, A nəsnəsidir. Onu tanımaq istəyirsiniz. Elə gəlin misal üzərinə izah edim. İnsana tərif vermək istəyirəm. Məqsədim nədir? İnsanı tanımaqdır. Mən insana bir tərif verərkən, o tərif o tərzdə olmalıdır ki, insanın mahiyyətini mənə açıqlaya bilsin. İndi burada sual yaranır. Bir tərəfdən mən deyirəm ki, tərifə ehtiyacım var. Məsələn, düşünən canlı tərifinə, insanı tanımaq üçün. Digər tərəfdən də bu tərifi vermək üçün mən əvvəlcədən insanı tanımalıyam. Çünki insanı tanımadan ona necə tərif verə bilərəm? Aydın oldu. Bir də təkrarlayım. Baxın, biz bir şey tanımaq istəyirik. Tanımaq üçün tərif verməliyik. Tərif vermək üçün də o şeyi tanımalıyıq. Baxın, qarışıqlıq burada yaranır. Tərifi veririk ki, onu tanıyaq. Amma tərifi vermək üçün də onu tanımalıyıq. Burada qapalı bir dairə yaranır, dövr yaranır. Aydın dostlar. Yəni, mən insanı tanımaq üçün tərif verməliyəm. Amma o tərifi vermək üçün də insanı tanımalıyam. İbn Teymiyyə bu cəhətdən məsələyə irad bildirir. Gəlin, mətni oxuyaq, sonra cavabı nədir, ona nəzər salaq. Buyurur ki, ünvan belədir ki, لَوْ حَصَلَ تَصَوُّرُ الْمَحْدُودِ بِالْحَدْ Əgər biz tərif etdiyimiz şey barədə müəyyən bir tərifdən istifadə edərək o həmin şey barədə zehnimizdə bir təsəvvür yaransa, لَحَصَلَ ذَلِكَ قَبْلَ الْعِلْمِ بِصَحَّةِ الْحَدِّ Bu gərək nə vaxt yaransın? O həddin səhihliyini bilməmişdən qabaq yaransın. Nə deməkdir bu? İzah verəcəm. O ki, əth-thəlis bir neçə irad bildirir təriflə əlaqəli. Üçüncü irad budur ki, əth-thəlisu ən yuqal ləv kənəl həddu mufidən li təsavvurul məhdud. Əgər tərif məntiq alimlərin qeyd etdiyi kimi, çünki məntiq alimlər nə deyirlər? Məntiq alimlər deyirlər ki,
Tərifin şərtləri var. Bu şərtlərdən biri budur ki, əgər siz bir şey haqqında kamil məlumat istəyirsinizsə, baxın, kamil məlumat. Bu şeyin mahiyyətini tam dəqiqliyi ilə, bütün elementləri ilə başa düşmək, bilmək istəyirsinizsə, o şeyin həqiqətini təşkil edən zati xüsusiyyətlərini bilməlisiniz. Və ya bəzən onu bilə bilmirik, müəyyən əlamətləri vasitəsilə bilirik. Bu artıq tərifin növləri, qismləri bəhsinə aiddir ki, ona girmək istəmirəm. Xülasə, əgər mən bir şey tanımaq istəyirəmsə, o şey barədə məndə nə olmalıdır? Məlumat olmalıdır, ona tərif verməliyəm. Buyur ki, لو كان الحد مفيدا لتصور المحدود. Əgər tərif barəsində danışdığımız şey, tərif verdiyimiz şey barədə bizim zehnimizdə təsəvvür yaradacaq xüsusiyyətdədirsə, bunun üçün faydalıdırsa, لم يحصل ذلك إلا بعد العلم بصحة الحد. Bu nə vaxt mümkün ola bilər? Bu o vaxt mümkün ola bilər ki, biz istifadə etdiyimiz tərifin səhihliyini bilək. Yəni, mən insan üçün tərif verirəm. Deyirəm, insan nədir? Tərifini mənə deyin. Biri gəlib deyir ki, mən sənə məntiq elmindən bir tərif deyirəm. O tərif budur ki, insan düşünən canlıdır. İndi, İbn Teymiyənin iradı budur ki, sən ki, bu tərifi gətirdin, düşünən canlı. Sən hardan bilirsən ki, bu düşünən canlı tərifi səhih tərifdir, doğru tərifdir və o tərif insanın mahiyyətini həqiqi surətdə izah edir. Bunu bilmək üçün sən nəyi bilməlisən? İnsanın mahiyyətini bilməlisən ki, o verdiyin tərif də düz olsun. Deməli, sən o istifadə elədiyin tərifin, yəni düşünən canlı tərifinin səhihliyini, doğruluğunu bilmək üçün ki, buna əmin olmalısan, əks təqdirdə sən verdiyin tərifin mahiyyəti olmaz, faydası olmaz. Bunu bilmək üçün ondan qabaq nə etməlisən? İnsanın mahiyyətini bilməlisən. Burada İbn Teymiyyə deyir, dolaşıqlıq yaranır. Ona görə tərif vermək üçün sən birinci tərifin səhihliyini bilməlisən. فَإِنَّهُ دَلِيلُ التَّصَوُّرُ وَطَرِيقُهُ وَكَاشِفُهُ. Nəyə görə? Çünki bu tərifdir. O təsəvvürü yaradan, onun əsas vasitəsi, onu üzə çıxaran. İndi baxın, irada baxın. فَمِنَ الْمُمْتَنِي أَنْ نَعْلَمَ صَحَّةَ الْمُعَرَّفِ الْمَحْدُودِ قَبْلَ الْعِلْمِ بِصَحَّةِ الْمُعَرِّفِ. Bayaq dediyim kimi bu problem yaranır. Mən müərrəf, yəni tərif olunan, tərif etdiyim şey insanın həqiqətini, doğruluğunu, mahiyyətini bilmək üçün əvvəlcə o verdiyim tərifin, yəni düşünən canlı tərifinin doğru olduğunu bilməliyəm. Bunu bilmədən heç vaxt barəsində danışdığım şey barədə düzgün təsəvvürə sahib olacağımı bilə bilmərəm. İndi baxın, ardı gəlir. وَالْعِلْمُ بِصِحَّةِ الْحَدِّ لَا يَحْصُلُ إِلَّا بَعْدَ الْعِلْمِ بِالْمَحْدُودِ. Aha. İndi mən nə etməliyəm? Verdiyim tərifin doğruluğunu bilməliyəm. Düzdür? Bu birinci vəzifəmdir. İkinci vəzifəm nədir? Verdiyim tərifin doğruluğunu necə bilim? Onun üçün də gərək barəsində danışdığım, tərif etdiyim şeyin mahiyyətindən xəbərdar olum. Dövr burada qaparı, dairə burada yaranır. İzil haddu xabarun an muxbarin huvel məhdud. Çünki tərif, o tərif verilən şey barədə mənə məlumat verir. Düzdür? فَمِنَ الْمُمْتَنِعِ أَنْ يُعْلَمَ صَحَّةُ الْخَبَرِ وَصِدْقُهُ قَبْلَ تَصَوُّرِ الْمُخْبَرِ عَنْهُ مِنْ غَيْرِ تَقْلِيدِ الْمُخْبِرِ وَقَبُولِ قَوْلِهِ. Aha. İbn Teymiyyə də deyir ki, yəni, əgər mən xəbərin, yəni tərifin doğruluğunu bilmək istəyirəmsə, ondan qabaq barəsində danışdığım, tərif etdiyim şeyin də mahiyyətini bilməliyəm. İnsan misalındakı kimi. İnsana tərif vermək üçün mən nə etməliyəm? Düşünən canlı tərifin doğruluğunu bilməliyəm. O tərifin də doğruluğunu bilmək üçün insanın mahiyyətindən xəbərdar olmalıyam. Qarşılıqlı burada yenə yarandı. Bu ancaq necə mümkündür? İbn Teymiyyə deyir ki, bu da ancaq min qeyri təqlidil muxbir. O, kim ki gəlib sənə deyir, məsələn, məntiq alimi gəlib deyir ki, insanın tərifi düşünən canlıdır. Deyir, bu tərif artıq təqlid üzərindən verilən tərif olur. Yəni, məntiq alimi gəlib sənə dedi ki, İnsanın tərifi budur və sən də bunu qəbul elədin. Bu sənə heç bir bilik vermədi. Sən burada bilik kəsb eləmədin. Çünki sən zaten həmin şey barədə məlumatsızsan. Tərifi də ona görə istəyirsən. Bir başqası gəldi sənə məlumat verdi, məntiq alimi. Sən onu kör-körənə qəbul elədin, təqlidlə qəbul elədin. Burada tərif sənə heç bir bilik vermədi. Halbuki məntiq alimlər deyirlər ki, tərifin əsas funksiyası nədir? Bilik kəsb etməkdir. بل وقبول قوله فيما يشترك في العلم به المخبر والمخبر ليس هو من باب الأخبار عن الأمور الغائبة. Və bu qeybi məsələ deyil ki, biz deyək ki, bir nəfər qeyblə əlaqəsi olan bir insan gəlsin bu barədə bizə məlumat versin. Məsələn, insanın tərifi, bu insan
Gözlə gördüyümüz, hər gün münasibətdə olduğumuz bir həqiqətdir. Bu qeybi məsələ deyil, cənnət, cəhənnəm məsələsi deyil ki, peyğəmbərlər gəlsin bu barədə bizə məlumat versin və biz təqlidlə, kör-körənə onu qəbul edək. Xeyr, bu təqlid məsələsi deyil, bu qeybi məsələ deyil. Bu bizim gördüyümüz məsələdir, bildiyimiz məsələdir, daim ünsiyyətdə olduğumuz bir həqiqətdir. Bunun üçün də başqasının bizə gəlib məlumat verməsinə ehtiyac yoxdur. Biz özümüz zaten o necə görürsə, biz də onun kimi görürük. Və olan təqdirdə mən niyə başqasının sözünü kör-körənə qəbul etməliyəm? Baxın, yenə xülasələşdirim. Bu ola bilər biraz ağır məsələdir, ağır mövzudur. Ona görə özüm təkrar edirəm. Fikir versəz neçə dəfə təkrar elədim ki, mövzu tam aydın olsun. Bir də xülasə edirəm başa düşməyənlər üçün və ya çətin anlaşılan ola bilsin ki, kimlər üçünsə çətin anlaşılsın. Onlar üçün bir də təkrar edirəm. Deməli dostlar, tərif nə üçündür? Tərif bir şeyi tanıtmaq üçündür. Çox sadə dillə deyirəm. Biz bir şeyə tərif veririk ki, o şeyi tanıyaq. Məsələn, ruh nədir? Bilmirik. Mahiyyətindən xəbərimiz yoxdur. Süni intellekt nədir? Məsələn, mahiyyətindən xəbərimiz yoxdur. Və birinci dəfə eşitdiyimiz bir şeydir. Adını birinci dəfə eşidirik. Adını birinci dəfə eşidiriksə, deməli bizdə o barədə məlumat yoxdur. Biz nə etməliyik? O barədə məlumat kəsb etməliyik. Onu tanımaq üçün məlumat kəsb etməliyik, informasiya əldə etməliyik. O informasiyanı bizə verən ən optimal yol, ən uyğun yol nədir? Tərifdən istifadə etmək. Yəni biz avtomatik olaraq qarşılaşdığımız, bizə məlum olmayan bir şeylə qarşılaşanda avtomatik olaraq bu sual veririk. Bu nədir? Mahiyyəti nədir? O nədir sualının cavabında gərək bizə elə bir məlumat versinlər ki, həmin şeyin mahiyyətini bizə açıqlasın. Ona deyirik tərif. Məntiq alimlər deyirlər ki, biz bir şey barədə məlumat əldə etmək üçün mütləq tərifdən istifadə etməliyik. Aydındır. İbn Teymiyyə gəlib deyir ki, xeyr, tərif məntiqdə qeyd olunduğu kimi tərif heç bir bizə məlumat vermir. Niyə? Çünki burada qapalı dairə yaranır, burada qarmaqarışıqlıq yaranır. Necə yaranır? Baxın, sən bir şeyi tanımaq istəyirsən və tərifdən istifadə edirsən. O tərif həmin şeyin mahiyyətini açıqlayır. Halbuki o tərifi vermək üçün zaten qabaqcada həmin şeyin mahiyyətindən xəbərdar olmalısan. Yəni sən insana düşünən canlı tərifini verəndə məlumdur ki, sən insanın mahiyyətini bilirsən ki, ona düşünən canlı deyirsən. Əgər sən elə qabaqcadan bu mahiyyətini bilirsənsə, bu tərifin nə kimi faydası oldu? Heç bir faydası olmadı. İbn Teymiyyənin iddiası budur. Yaxşı, cavab nədir? Cavab budur ki, dostlar, biz tərifi harada istifadə edirik? Aydın məsələdir ki, əgər mən bir şeyin mahiyyətini bilirəmsə, mən bir şeyin mahiyyətindən xəbərdaramsa, sırf onu tanımaq üçün tərifdən istifadə etmirəm ki. Aydındır. Bəs tərifdən harada istifadə edirik? Tərifdən o yerdə istifadə edirik ki, başqaları bundan xəbərsizdir. Başqalarının bu barədə məlumatı yoxdur. Və mən o tərifi ki, həmin şeyin mahiyyətindən xəbərdaram, amma başqası həmin şeyin mahiyyətindən xəbərdar deyil. Mən o tərifi xəbərdar olduğum, mahiyyətini bildiyim bir şeyin həqiqətini tərif formasına salıram və qarşı tərəfə izah edirəm. İndi deyə bilərsiniz ki, qarşı tərəf necə bilsin? Axı İbn Teymiyyə də burada dedi, qarşı tərəf o şeyin mahiyyətindən xəbərdar olmadığı üçün bunu kör-körənə qəbul edir. Bunu nə ilə qəbul edir? Təqlidlə qəbul edir. Cavab budur ki, xeyr. Mən ona o tərifi verirəm, ardınca da izah edirəm. Məsələn, İbn Teymiyyənin özü. İbn Teymiyyənin kitablarında təvhid barədə, din barədə, Allah barədə, nə bilim, peyğəmbər barədə, axirət barədə, Quran barədə kifayət qədər izahlar var. Bu izah nə deməkdir? Bu izah, yəni tərifdir. Tərifin biraz geniş formasıdır, açıqlanmış formasıdır, müfəssəl formasıdır, düzdür? Yəni deyəndə ki, Allah təkdir, şəriki yoxdur, vahiddir, əhəddir, qadirdir, aciz deyil. Bu tərifin genişləndirilmiş formasıdır. Düzdür? İndi İbn Teymiyyə ki, bunu kitablarında yazır, Allahı vəsf edir, peyğəmbəri vəsf edir, dini vəsf edir, Quranı vəsf edir. Məqsəd nədir? Məqsəd nə isə bizə düzgün izah etməkdir ya yox? Əgər desə ki, mənim bu şeyləri yazmaqdan məqsədim onları sizə düzgün izah etməkdirsə, bu oldu tərif. Niyə? Çünki eyni irad İbn Teymiyyənin özünə də şamildir. Quranı ki biz görürük, peyğəmbəri görürük, Allahı məsələn dərk edirik. Aydındır, ayələr gözümüzün qabağındadır. Tutalım, təvhidlə bağlı ayələr gözümüzün qabağında. Şirklə bağlı ayələr gözümüzün qabağında. Digər məsələlərlə bağlı ayələr gözümüzün qabağında. Belə olan təqdirdə, cənab İbn Teymiyyə, sən nəyə əsasən gəlib bunun izahını verirsən? İzah dediyim kimi bir tərifdir. Nəyə əsasən izahını verirsən? Ona əsasən ki, hamı hər şeyi eyni məntiqlə, eyni cür dərk edə bilmir. Ona görə sən məcbursan gəlib bunu öz başa düşdüyün səviyyədə izah edəsən, tərifini verəsən, məsələn, təvhidin tərifini verir, təvhid budur.
peyğəmbərlik budur, imamət budur, şəfaət budur, şirk budur. Bunu verir ki, digərlərinə izah eləsin. İndi digərləri kör-körənə mi qəbul edir? Əgər desə ki, digərləri kör-körənə qəbul edir, o zaman irad özünə də şamildir. Desə ki, yox, mən bu tərifi verirəm, bu tərifin içərisində zimnən bir təlim də var. Yəni, mən bu tərifi təkcə tərif verib, qarşı tərəfə demirəm ki, necə gəldi qəbul edin. Xeyr, o tərifin içərisində bir təlim də var. O tərif əsasında mən onlara barəsində danışdığım şeyin mahiyyətini də izah edirəm. Tərifin funksiyası budur, tərifin mahiyyəti budur. Dediyim kimi, tərif, mən bildiyim şey barədə özümə tərif istifadə etmirəm, özüm üçün tərif istifadə etmirəm. Zaten o şey mənim üçün aydındır. Amma tərifi harada istifadə edirəm? Tərifi o yerdə istifadə edirəm ki, digərlərinə nəyisə öyrədim, digərlərinə nəyisə başa salım, digərlərinə nəyisə izah edim. Ondan əlavə, hansısa bir elmi məsələdə, hansısa bir məsələni müzakirə edərkən, burada sən mövzuları kateqoriyalara ayırmalısan. O kateqoriyalara ayırmaq üçün də tərifdən istifadə etmək lazımdır. Çünki tərifdən istifadə etməsən, hərə zehnində bir məna tutacaq və mənə də məlum deyil onun zehnindəki məna nədir. Məsələn, İbn Teymiyyə kimi desək, bu məsələlər, yəni, hamı üçün aydın məsələlərdir, hamı dərk edir, hamı üçün, yəni, qaranlıq qalmayan məsələlərdir. O məntiqlə məsələyə yanaşsaq, mən nə bilim onun zehnindəki nədir? Çünki bəzən bu məsələlərdə də insan fərqli təfəkkürlərdə, fərqli düşüncələrdə ola bilir və praktikada bunu sübut edir. Nə çox olub ki, biz hansısa məsələləri müzakirə edərkən hərəmiz bir cəhətdən baxmışıq məsələyə, hərəmiz bir düşüncə ilə, bir mahiyyətlə, bir zehniyyətlə yanaşmışıq məsələyə. Halbuki sonra araşdırandan sonra məlum olur ki, başqası səndimə tamam başqa bir məna nəzərdə tutulmuş. Ünvan eynidir, amma zehnimizdə tutduğumuz məlumat, informasiya fərqlidir. Ona görə qabaqcadan nə etmək lazımdır? Tərifi vermək lazımdır. Və bu nə göstərir? Onu göstərir ki, İbn Teymiyyənin təriflə bağlı, yəni iradı çox absurddur, çox bayağıdır. Yəni sanki məsələnin o dərinlinə varmadan çox səthi iradlar bildirir. Xülasə tərif barədə olan irad bu idi. Ümid edirəm aydın oldu. Nəsə dostlar, bu məsələlər bilməm ağır məsələlərdir, çətin anlaşılan məsələlərdir. Amma nəsə qaranlıq qalsa, rəy bölümündə yaza bilərsiniz və suallarınızı ünvanlaya bilərsiniz. Bugünlük bu qədər, hələlik.